Söz verdiyimiz kimi Avatar layihəsi çərçivəsində qədər sözünün etimologiyasını izləyicilərimizə təqdim edirik. Ərəb mənşəli sözdür. Qədər sözü ərəb dilindən Azərbaycan dilinə keçmişdir. Ərəb dilində bu söz kök baxımından GDR kökünə dayanır. Yəni bu samitlərin arasına saitlər əlavə olunaraq yaranan sözlər siyahısına daxildir. Çox şaxəli mənalara malikdir. Əsas mənaları bunlardır: ölçü, miqdar, ölçü vahidi, təyin olunmuş vaxt, taleyin yazısı, qüdrət, güc, qiymət, dəyər. Bu mənalar həm ruhanilikdə, həm də gündəlik dildə istifadə olunur. Müasir mənaları və dilimizdə istifadə olunan mənaları aşağıdakı şəkillərdə sizlərə təqdim olunur.